Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 16-cı mövzusu olan avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi haqqında məlumat verəcəm. Deməli bilirik ki, müəllimlər, yəni müasir zamanəmizdə bütün belə deyək, daha doğrusu, yəni çoxluq hissə, avadanlıqlarımızın çox hissəsi demək olar ki, avtomatlaşdırılıb və bu əşyalarımızdan biri də bizim belə deyək, ən ağır əl əməyi hesab edilən işimiz, yəni paltarların yuyulması işindən bizi belə deyək, azad edib. Bu bizim deməli paltar yuyan maşınlarımızdır ki, avtomatlaşdırılmış paltar yuyan maşınlardır ki, belə deyək, həqiqətən də yəni üst geyimlərinin, yataq dəstlərinin yuyulması, çantaların yuyulması, təbii ki, bunlar əl ilə görülən ən ağır işlərdən biri idi və artıq müasir zamanəmizdə nə yaxşı ki, belə deyək, avtomatlaşdırılmış paltar yuyanlarımız var və ümumiyyətcə müəllimlər bir nüansa nəzər eləyək ki, bir dəqiqə mən buradan qələmi açım. Deməli, paltar yuyan maşınların hansı növləri var deyə sual düşür bizə. Bu zaman biz götürürük kiçik ölçülü, əl sıxma qurğulu, yarım avtomat, bir də avtomatlaşdırılmış. Avtomatlaşdırılmış elə müəllimlər, bu hər birimizin artıq müasir zamanədə hər birimizin evimizdə olan, özü yuyur, sıxır. Bax, bu belə deyək, avtomatlaşdırılmış paltar yuyan maşınlar nəzərdə tutulur. Bu isə kiçik ölçülü, belə deyək, daha biraz yaxın keçmişdə istifadə olunan belə deyək, maşınlara aiddir. Əl sıxma qurğulu isə var idi ki, belə deyək, hansı ki o maşınları paltar yuyulurdu, amma sıxmasını əl ilə yerinə yetirilirdi. Sonra yarım avtomat çıxdı, onu belə deyək, paltarı özü yuyurdu, biz ondan sonra əlavə edirdik, o paltarı duruluyurdu. Özünün də bir sıxan hissəsi var idi ki, o hissəyə paltarı keçirirdim, başlayırdıq belə fırlamağa dəstəyini və paltar bu belə deyək, sıxılırdı həmin vəziyyətdə. Amma avtomatlaşdırılmış paltar yuyan isə ən mükəmməlidir. Yəni artıq burada əl əməyindən demək olar ki, istifadə olunmur. Sadəcə olaraq biz onun belə deyək, lövhəsində tənzimləmə işini qoyuruq. Məsəl üçün qurutma dərəcəsini və yaxud da yuma temperaturunu, artıq o öz işini yerinə yetirir. Daha sonra gəldik. Əgər bizə sualda düşsə ki, paltar yuyan maşının işində insanın əməyindən, hansı paltar yuyan maşının işində insan əməyindən az istifadə olunur, onda biz götürürük avtomatlaşdırılmış. Yəni bu avtomatlaşdırılmış maşınlarda həqiqətən də insan əməyindən çox az istifadə olunur və belə deyək, gələk baxaq görək.